Yuxuda valideyn görmək ümumiyyətlə xeyirli və mənalı yuxulardan hesab olunur. Bu yuxular insanın real həyatındakı psixoloji vəziyyəti, ailə bağları, mənəvi ehtiyacları və gələcək hadisələrlə bağlı mesajlar verə bilər. Yuxunun mənası valideynlərin sağ və ya vəfat etmiş olmalarına, yuxunun ümumi atmosferinə və yuxuda hiss etdiyiniz duyğulara görə dəyişə bilər. 1. Ata və ya ananı görmək. Ata görmək. Yuxuda atanı görmək güclü, qoruma, nizam-intizam və rəhbərliklə əlaqələndirilir. Əgər atanız yuxuda xoşbəxt və gümrah görünürsə, bu, həyatınızda düzgün yolda olduğunuzu və uğurların yaxınlaşdığını göstərə bilər. Əgər atanız qəmgin və narahat görünürsə, bu, qərarlarınızı yenidən gözdən keçirməyinizin vacibliyinə işarə edə bilər. Ana görmək. Yuxuda ananı görmək qayğı, şəfqət, sevgi və rahatlıq simvoludur. Əgər ananız sizə gülümsəyirsə və mehriban görünürsə, bu, həyatınızda sizə dəstək olan güclü bir enerjinin olduğunu bildirir. Əgər ananız yuxuda kədərli və ya xəstədirsə, bu, həyatınızda diqqət yetirməli olduğunuz məsələlərin olduğuna işarə edə bilər. 2. Valideynlərin sağ və ya vəfat etmiş olması. Sağ valideynləri görmək. Əgər yuxuda valideynləriniz sağdırsa və sizi sevgi ilə qarşılayırlarsa, bu, xoşbəxtlik, ailə bağlılığı və mənəvi rahatlıq anlamına gələ bilər. Əgər valideynləriniz sizi danlayırsa və ya sizə məsləhət verirsə, bu, real həyatda bir səhvə yol vermək üzrə olduğunuzu göstərə bilər. Vəfat etmiş valideyni görmək. Əgər dünyasını dəyişmiş atanızı və ya ananızı yuxuda görmüsünüzsə, bu, onların sizə bir mesaj ötürmək istədiyini göstərə bilər. Onları xoşbəxt və rahat görmək, onların axirət dünyasında rahatlıq tapdığını bildirə bilər. Əgər onlar yuxuda kədərli və ya narahat görünürsə, bu, onların dualarınıza və ya bir xeyirxah əməlinizə ehtiyacı olduğunu göstərə bilər. 3. Valideynlərlə söhbət etmək. Xoş söhbət. Əgər yuxuda valideynlərinizlə mehriban və səmimi bir söhbət edirsinizsə, bu, həyatınızda sizə dəstək olan insanların olduğuna və onların sizə sevgi bəslədiyinə işarə edə bilər. Mübahisə etmək. Əgər valideynlərinizlə mübahisə etdiyinizi görmüsünüzsə, bu, real həyatda onların məsləhətlərinə qulaq asmadığınızı və ya daxili münaqişələr yaşadığınızı göstərə bilər. 4. Valideynlərin ağlaması və ya narahat görünməsi. Bu cür yuxular çox vaxt xəbərdarlıq karakteri daşıyır. Onlar həyatınızda diqqət yetirməli olduğunuz məsələlərin olduğunu göstərə bilər. Bəzən isə bu, vicdan əzabına və ya valideynlərinizə yetərincə qayğı göstərmədiyiniz hissinə işarə edə bilər. 5. Valideynləri xəstə görmək. Əgər yuxuda valideynləriniz xəstədirsə, bu, onların qayğınıza ehtiyacı olduğunu göstərə bilər. Həmçinin, bu yuxu sizin daxili narahatlığınızı və həyatınızdakı bəzi problemləri simvolizə edə bilər. 6. Valideynləri gülərüz görmək. Bu yuxu ümumiyyətlə xeyirli və müjdə dolu sayılır. Ailə münasibətlərinin möhkəmlənəcəyinə, uğurlu hadisələrin baş verəcəyinə və mənəvi rahatlıq tapacağınıza işarə edə bilər. 7. Valideynlərdən nəsihət almaq. Əgər yuxuda valideynləriniz sizə nəsihət verirsə, bu, real həyatda diqqətlə dinlənilməli olan bir mesaj ola bilər. Bu cür yuxular adətən gələcəkdə baş verəcək hadisələrlə bağlı xəbərdarlıq xarakteri daşıyır. 8. Valideynləri evdə görmək. Əgər yuxuda valideynləriniz sizin evinizdədirsə, bu, ailə ilə bağlı gözəl xəbərlərin gələcəyini, ailə münasibətlərinin yaxşılaşacağını və ya ailə üzvlərinizin sizə ehtiyac duyduğunu göstərə bilər. Ümumi nəticə, yuxuda valideyn görmək çox vaxt insanın həyatındakı ən önəmli məsələlərlə bağlıdır. Bu yuxular sevgi, qoruma, xəbərdarlıq və ya nostalji hissləri ifadə edə bilər. Yuxunun mənasını tam anlamaq üçün onun detallarını və hiss etdiyiniz duyğuları nəzərə almaq vacibdir. Əgər yuxu sizə müsbət hisslər verirsə, bu, uğurlu və gözəl hadisələrin yaxınlaşdığına işarə edə bilər. Əgər yuxu sizə narahatlıq verirsə, bu, həyatınızda diqqət etməli olduğunuz məsələlər barədə xəbərdarlıq ola bilər. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın.